Hər vaxtınız xeyirli olsun. Ülvi Əmlakın səviyyəli, özünə hörmət edən izləyiciləri. Sizə Hövsanda ticarət mərkəzi ilə üzbəüz, maşın bazarı ticarət mərkəzi ilə üzbəüz, kondisioner bağları deyilən ərazidə yerləşən 8 sot Qubçalı torpağımızı təqdim edirəm. Hörmətli izləyicilərimiz, torpağın yəni hər tərəfində yaşayış evləridir. Çəkilişdən açıq aydın görsənir. Torpağımız 8 sot, qanunu çıxarış xüsusi mülkiyyətdir, yaşayış məntəqələrinin torpaqlarıdır. Hörmətli izləyicilərim, ilk öncə deyim, yəni torpağın deməli, bax bu tikintini görürsünüzmü? Bu tikinti, bu ağaclardan bir 50 sant o yana 3 sotun çıxarışı yoxdur. Qalan bu hissənin 5 sotun çıxarışı var. Qanunu xüsusi mülkiyyət, hasarın içindədir, darvazasına qədər qoyulub. Hər tərəfi yaşayış olan evlərdir. Ərazidə bütün kommunallar var. Yəni tökmə torpaq deyil. Sovet hakimiyyəti dövründə kondisioner zavodunun işçilərinə verilən torpaqlardır. Bax, həmin o ərazidir. Qanuni xüsusi mülkiyyət torpaqdır. Avtobus dayanacağından da dediyim kimi maksimum gecə-gecə 1 dəqiqəlik məsafədə yerləşir. Hörmətli izləyicilərimiz, torpağımız yəni hamısı birlikdə satılır. Hissə isə satılmır. Hamısı birlikdə satılır. Qiymət də 72.000 manata deyilir. Ərazidə bütün kommunallar da var dediyim kimi. Çox gözəl bir yerdir, gözəl havası var. Avtobus dayanacağına çox yaxın. Yəqin ki, bu tikintilər alan adam kim alsa söküləcək. Qiymət 72.000 manat. Hövsan kondisioner bağları, maşın bazarı ticarət mərkəzi ilə üzbəüz. Hövsanın ən gözəl yerlərinin birində.